Happy birthday, happy birthday. Xəyali Ağayeva bugün həbsdə 29 yaşını qeyd edir. Meydan TV-nin ən gənc reportyoruna ad günü təbrikində baş redaktorumuz yazır. Həyatının gətirdiyi bütün ağrıları gülüşünün, gülən gözlərinin arxasında o qədər məharətlə gizləyir ki, sən ondan ancaq xoş enerji ala bilirsən. Bu isə Xəyalənin saxlanmazdan əvvəl dostları ilə yığışanda həbs anonsuna verdiyi reaksiyası. Mən əlim yoxdur. Ola bilmədi mən, çünki cavan yaşımda həbs olunmuşam. Bəs həbs xəbərinə belə ironik gülüşlə reaksiya verib, gücün, repressiyanın amansızlığını bayağılaşdıran Xəyalə kimdir? Xəyalə Ağayeva 18 yanvar 1997-ci ildə Bakıda anadan olub, təhsilini Rabitə kollecində alıb. O, 2015-ci ildən Meydan TV-də jurnalist, reportyor olaraq çalışır. Peşə fəaliyyəti ərzində onlarla insanın sosial problemini işıqlandırıb, aksiyalara efir imkanı verib, seçki saxtakarlığı ifşa eləyib, bütün sistemi saran korrupsiyanın izinə düşüb. O, dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib. Bilmirəm, yox deyəməm arzum. Əvvəl var idi. Əvvəl nə idi? Nə bilim. Daha yaxşı iş görmək, işlə bağlı arzularım var idi, indi yoxdur. Özünü necə istəyir? Yaxşı. Xəyalə 2019-cu il mayın 29-da Prezident Administrasiyasının qarşısında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən Səbail rayon polis idarəsinin 9-cu polis bölməsinə aparılıb, 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb. Yaxınlaş, dur nəyə xahiş edirəm. 2019-cu il oktyabrın 19-da Milli Şuranın etiraz aksiyasını işıqlandırarkən saxlanılıb, bu dəfə bir neçə saatlıq Nəsimi rayon polis idarəsinin qonağı olub. Milli Məclisin qarşısındakı etiraz aksiyasını işıqlandıranda polislər tərəfindən təzyiqlə üzləşib, onun telefonu və xidməti vəsiqəsi əlindən alınıb. 2022-ci il dekabrın 14-də Xəyalə Ağayeva və həmkarı Aytaç Tapdıq Xankəndi-Laçın yolunda etiraz aksiyasını işıqlandırmağa getsə də, orada mülki geyimli və qara maskalı şəxslər tərəfindən saxlanıldı və heç bir səbəb göstərilmədən, izahat verilmədən onlar sadəcə maşına mindirilib, geri göndərildi. Xəyalə 2024-cü ilin sentyabrın 1-də keçirilən erkən parlament seçkisində deputatlığa Neftçaladan namizəd olmuş Vəfa Nağını jurnalist kimi izlədi, məhz onun sayəsində Azərbaycan seçki tarixinin ən maraqlı proseslərindən biri ictimaiyyət üçün əl çatan oldu, Xəyalə Neftçalanın nəbzini insanlara çatdırdı. Əlinizi çəkin, əlinizi çəkin, çəkin əlinizi. 2024-cü il noyabrın 15-də Xəyalə Ağayeva və Aytaç Tapdıq COP29 zamanı heyvan hüquqları fəalı Kamran Məmmədlinin etirazını işıqlandıran zaman mühafizəçilər tərəfindən saxlanıldı. Ağayeva zorla xidməti otağa aparıldı, ardınca isə tədbir ərazisindən çıxarıldı. Xəyalə qadın haqları fəallarından da biri idi və feministlərin ənənəvi 8 mart etirazının ön sıralarında yer alırdı. O, dəfələrlə seçki saxtakarlıqlarını ifşa etmiş, buna görə də təzyiqlər görmüşdü. Kənarda durub görün. Sən mən gedib ki, 6 dekabr 2024-cü ilin səhər saatlarından Xəyalə Ağayevadan xəbər almaq mümkün olmadı. Bir neçə saat sonra məlum oldu ki, çoxdan gözlənilən baş verib və Ağayeva da digər meydan əməkdaşları ilə birlikdə həbs edilib. Xəyalə həbsdə də təmkinini pozmadı. Xəyalənin bir kəlmə sözü oldu ki, Meydan TV-yə eşq olsun. Ağayeva məhkəmədə özü haqda ittihamları sadə suallarla çürütdü. Həbsdən də jurnalist fəaliyyətini davam etdirməyə çalışdı. Onunla eyni kameranı bölüşən inanclı qadın Nigar Bağırovadan müsahibə aldı. Ancaq onun bütün varı, yoxu, gücü onun qələmində, onun dilində, onun hazırladığı süjetlərdədir. Ursula K. Le Guin'in
Mülksüzlər əsərindən bir cümlə var. Həqiqət sonda qalib gəlir. Günəşi bir qayanın arxasında gizlədə bilməzsən. Xəyali Ağayeva da digər meydançılar kimi bir qaya arxasında gizlədilməyəcək qədər parlaq, azad jurnalistika fəaliyyətinə davam eləyəcəklər.